Bu gün İctimai Palata Şuşanın işğalını yad edib. İctimai Palatanın rəhbərliyi və üzvləri saat 12-də Şəhidlər Xiyabanında əvvəlcə 20 yanvar şəhidlərinin, sonra isə torpaqlarımızın müdafiəsi uğrunda həlak olan Qarabağ şəhidlərinin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyub. Şuşanın müdafiəsi uğrunda könüllülərdən ibarət batalyonun komandiri, Şuşa uğrunda döyüşlərdə şəhid olan Ramiz Qəmbərovun məzarı önündə qısa nitqlər olub. ...90-cı illərin əvvəllərində Azərbaycan xalqı yeni bir sınağa çəkildi. Kəndlər bir-birinin ardınca işğal oldu. Xalqımız müdafiəsiz qoyulmuşdu. Düşmənə ordu qurulurdu. Keçmiş Sovet ordusunun bazasında, bizdən isə ov tüfənglərdə toplanırdı. Bu əsil millətin sınaq günü idi. Və o zaman qeyrətlilər, vətən üçün, millət üçün mübarizə aparıb ölməyi şərəfli bilənlər toparlandılar. Milləti, onun hər bir qarış torpağını müdafiəsiz qoymadılar. Hər yerdə xalq cəbhəsinin çağırışı ilə könüllü olaraq insanlar silaha sarıldılar, qeyri-bərabər döyüşə yollandılar. Bütün cəbhə bölgələrində yerli batalyonlar formalaşırdı. O batalyonlar əsasən xalq cəbhəsinin fəalları əsasında formalaşırdı. Sonradan o batalyonlardan minlərlə insan şəhid olacaqdı. Amma çox təəssüf ki, nankor insanlar hakimiyyətə gələndən sonra o batalyonları cəbhə qrup adı altında tərxis elədilər. Ramiz Qəmbər Şuşa Xalq Cəbhəsinin sədri və Şuşa batalyonunun komandiri idi. Əksər bölgələrdə belə idi. Qonşu rayonların hər birində belə idi. Yerli şöbə sədrləri eyni zamanda batalyon komandiri idilər. Özləri öz ölkənin, millətin daxili imkanları ilə dişlə dırnaqla batalyonlar qururdular və torpağı müdafiə edirdilər. Təkcə Ramizin komandanı olduğu batalyon 157 nəfər şəhid verib. Bir batalyondan. Siz bu son illərdə nə qədər şər eşitmişsiniz, böhtan eşitmişsiniz Azərbaycan xalqının ünvanına, Azərbaycan Xalq Cəbhəsinin ünvanına. Ramiz Qəmbər Azərbaycan Respublikasının milli qəhrəmanıdır. Amma nə olsun, adını harada işləyəcəksiniz onun? Heç yerdə. Çünki indi Azərbaycanda elə bir hakimiyyət var ki, bu hakimiyyət üçün nə milli qəhrəmanın, nə bu torpaq, bu vətən üçün vuruşanların heç bir qiyməti yoxdur. Əlində silah döyüşən igidlər indi çəkinməyə məcbur olurlar. Çünki sərasər 18 il bu insanlarla öz hökumətləri savaşıb. Hərəsini bir cür bədbəxt edib, ölkədən didərgin salıb, məhv edib, həbsxanalara salıb. Və bu gün də onlara qiymət yoxdur. Və Ramiz Qəmbərin bəlkə də bugün tək təsəllisi odur ki, o ruhun, o Şuşanın, çox sevdiyi Şuşanın işğalını görmədi. O şəhid olandan bir həftə sonra Şuşa işğal oldu. Burada bir rəmzi məna da var. Burada hər kəs narahat olmuşdu o zaman. Ramiz Qəmbər şəhid olandan sonra Şuşanı qorumaq olacaqmı? Bəli, Ramiz o acı günləri görmədi. Şuşadan bir həftə qabaq özü şəhid oldu. Sonra da Şuşa şəhid oldu. Və Şuşa şəhid olan zaman 480 nəfər Azərbaycanlı da bu müdafiə döyüşlərində şəhid oldular. O zaman o mərd igidlər döyüşdə, səngərdə vuruşanda fürsətçilər Bakıda, başqa ölkələrdə, keçmiş SSR-nin başqa paytaxtlarına özünə kiçik biznes qururdular. Və həmin indi o zamanki o fürsətçilər indi ölkə yönəldirlər. İndi milyarder olublar, indi oliqarx olublar. O şəhid ruhlar isə narahatdır. Bu günləri bizim xüsusi bir təsəllimiz yoxdur bu şəhid ruhlara. Yalnız təsəllimiz ola bilər ki, biz toparlanaq, bir millət olaraq
toparlanaq və Azərbaycanı ilk növbədə əsarətdən xilas eləyək. Azərbaycan əsarətdən xilas olmayınca Şuşa da, digər Qarabağ torpaqları da əsarətdən, işğaldan qurtulmayacaq. Ona görə də toparlanaq bu şəhid ruhlarını rahat etməkdən ötürü Azərbaycanımızı və onun erməni tapdağında olan hər bir qarşını düşməndən azad eləyək. Yalnız Şuşada Azərbaycan bayrağının qaldırılması bu insanların ruhunu şad eləyər. Allah rəhmət eləsin. Allah Ramiz Qəmbərova və Şuşanın müdafiəsində, torpaqlarımızın müdafiəsində həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhunu şad eləsin. Azərbaycanın ərazi bütövlüyü uğrunda, istiqlalı uğrunda minlərlə, 10 minlərlə insanımız, fədakar övladımız həyatını qurban veribdir. Və bugün Azərbaycan müstəqildirsə, bu cür igidlərin, qəhrəmanların, fədakarların hesabına müstəqildir. Ramiz də o cür qəhrəman övladlardan biri idi. Bizim hərəkat dostumuz idi, cəhbə dostumuz idi, silahdaşımız idi, çox sevdiyimiz, dəyərləndirdiyimiz güclü liderlərdən biri idi. Və təsadüfi deyil ki, onun ölümü ilə Şuşanın işğalı tarixcən də bir-birinə yaxındır. Onlar vətən uğrunda öz borçlarını verdilər. Şuşa isə 20 ildir ki, işğal altındadır. Bu, bütün Azərbaycan xalqı üçün utanc yeridir. Amma ilk növbədə bu 20 ilin demək olar ki, hamısını hakimiyyətdə olmuş, 19 ilini hakimiyyətdə olmuş Əliyev rejimi üçün biabırçılıqdır. 20 ildə torpaqlarımızı işğaldan azad etmək üçün heç bir real addım atmayan, heç bir uğuru olmayan bir hakimiyyət hansı sifətlə qalmaqda davam edir, bunu qəbul etmək mümkün deyil. Torpaqlarımız azad olacaq. Torpaqlarımızın azad olması ölkədə haqqın, ədalətin qələbəsindən keçir. Xalqın hakimiyyətinin formalaşmasından keçir. Xalqın iradəsi ilə hakimiyyətin formalaşmasından keçir. İstənilən halda biz torpaqlarımızı azad edəcəyik. Azərbaycan xalqı buna həm qadirdir, həm layiqdir. Mən inanıram ki, bizim nəsil bu məsələni həll edəcək və gələcək nəslə, övladlarımıza bu ağır problemi saxlamayacaq. Və yenə də təbii ki, Tanrıdan və şəhidlərimizin ruhundan güc istəyirik ki, bu vəzifələrin, bu hədəflərin öhdəsindən gəlməyi bacaraq. İnşallah bacaracaq. Allah şəhidlərimizin ruhunu şad eləsin. İnşallah onların müqəddəs qəbirlərini qələbə günündə ziyarət eləmək xoşbəxtliyini bizlərə qismət eləsin.